Herkese salam, kanalıma hoş gelmişsiniz. Yeni vlog ile karşınızdayım. Deməli, burada sizlere gördüğünüz kimi iblis deyirlər də buna. Neyse, rus dilində də ulitka. Gördüm ve ilk dəfə idi ki, mən ulitka görürdüm. Dedim sizlərə də mütləq çəkim, paylaşım. Əslində mən həmişə onları öz rakuşkaların içərisində gizlənən formada görürdüm. İndi isə tamamilə Crescent Mall'da onları bu vəziyyətdə gördüm. Orada oturanda diqqət edin. Sonra isə çıxdım, qəşəng bulvarı gəzdim. Əslində mən bulvarı tez-tez gəzirəm. Sadəcə çox da sizlərə çəkib paylaşmıram ki, maraqsız olmasın. Eyni yeri nə qədər göstərmək olar. Ona görə də elə dedim, bulvarda yeni açılan belə bir attraksiyonu sizlərə qıraqdan çəkim. Düzü hələ getməmişəm. Tək getmək istəmirəm. Belə bir park stardır. Bir çox blogerlər artıq gediblər. Məncə mənim də getməyə mənalı və ya mənasız olar, rəylərdə mütləq bildirəsiniz. Və əsasən də gülləri sizlərə çəkmək istədim. Özümə Yves Rocher'dən belə bir BB krem aldım. Bunu çox bəyənirəm və səyahət üçün məhz bunu istifadə edəcəm, çünki mənim üzümə çox düşür. Yaxşıdır. Bu arada mənə belə bir SMS gəlmişdi ki, 30% indirimlə istədiyiniz məhsulu ala bilərsiniz. Mən də getdim, fürsətdən istifadə elədim. 34 manat idi. Qiyməti, mən isə bunu aldım 23 manat 80 qəpiyə. Çox yaxşı fürsət oldu. Bunu aldım, indi də istifadə edəcəm. Gəlin belə göstərim sizə. Bu bir kremdir. Açıq rəngini götürdüm. Orada iki rəng var. Light, medium deyəsən, səhv etmirəmsə mən bunu götürdüm. Son zamanlar motivasiyam heç yoxdur video çəkib paylaşmağa. Heç bilmirəm nəyi paylaşım. O qədər eynilik gedir ki, həyatda insanın deyirsən ki, bunu da çəkib paylaşsam elə eyni kontentdir və s. və s. Amma keçən dəfə biz rəfiqələrimlə görüşdük və getdik Ağşəhərə. Belə bir maraqlı bir məkanda oturduq, söhbət elədik və qəşəngcənə gəzdik haranı, Ağşəhəri. Ağşəhərə getmək üçün Hətai metrosuna çatmalısınız. 28-dən Cəfər Cabbarlı stansiyasına gedirsiniz. Orada isə Hətaidə düşürsünüz və qəşəngcənə Ağşəhəri gəzirsiniz. Ağşəhərdə çox olmamışdım, amma gələndə bilirsiniz necə bir his yaşadım. Elə bir metroya mindiniz, Bakıdan hansısa bir başqa ölkəyə keçid elədiniz. Baxın, elə bir his yarandı. Bəzi yerləri Budapeşti canlandırırdı. Orada bir dənə statuya var idi. İrəlidəki videoda sizlərə göstərəcəm. Bəzi yerlər elə bir Dubayı anımsadırdı. Bəzi yerlər, bilmirəm, çox fərqli və çox maraqlı idi. Çox bəyəndim. Məncə mütləq gəlib buralarda şəkil çəkdirin. В шоке, его все снимает, кандела. Все, yalıyırasın. Necine değil, ağzın kimi için. Siyatırsan. Mən düzü həmin günü şəkil çəkdirmədim, ancaq ətrafı çəkdim sizlər üçün. Baxın, bu yeri deyirəm. Bura çox təəssüf ki, bağlı idi, amma növbəti dəfə açıq olanda mütləq ora bəzənib gedib şəkil çəkdirəcəm. Düzü orada mənim şəklimi görməyəcəksiniz. Çox təəssüf ki, hələ də hazır deyiləm özümü videoda çəkib sizlərə paylaşıb göstərməyi. Bilmirəm nə ilə bağlıdır. Bəlkə də başqa ölkədə olsaydım rahat olardım. Bilmirəm. Yəni tənqidlərdən və qohumların söhbətinə görə çox narahat qalıram. Ona görə də elə qıraqdan çəkməyi daha məntiqli bilirəm. Çünki məsələn indi qohumlarım var ki, hansılar ki mənim videomu izləyirlər və deyirlər ki, Səbinənin YouTube-u var və s. və s. və başlayırlar qınamağa. Bu da məni çox əsəbləşdirir. Əgər buradan videoma baxırsınızsa, heç bir şəkildə məni nə tənqid eləməyin, nə heç bir şey deməyin. Çox xahiş edirəm. Çünki bu mənim həyatımdır. Heç kəsin həyatına qarışa bilməz və bu mənim hobbimdir. Əgər siz hörmət eləmirsinizsə, baxmaq istəmirsinizsə, buyurun çıxın, baxmayın mənim videolarıma. Nəysə, pis şeylərdən danışmırıq, yaxşı şeylərə keçirik. Burada mən sizə baxın belə bir yeri göstərirəm. Ümumiyyətlə yaxşı, qəşəng, maraqlı yerlər çəkib paylaşmağı, ətrafı çox sevirəm. Həm özüm faydalanıram, həm də sizlərə düşünürəm maraqlı olur. Qızlarla çox gözəl, maraqlı, əyləncəli vaxt keçirdik, gəzdik, danışdıq, dedik, güldük. Sonra isə metroya qayıtdıq və evə gəldik. Onu da qeyd edeyim ki, Ağşəhər həm çox gözəl, həm də ki çox tərtəmiz bir yer idi.
Кофе готов. Sağ ol. Çok sağ ol. Deməli, işdən bulaq istəyirdiniz. Давай. Выбрала цифру, выбрала. Dur. Цвет и цифру. Цвет. Цифру любую? Любую. Ну не 500, да? Окей. Три. Три. И теперь вот эту штучку выбери. Синий. 1, 2, 3. Вот это. Давай посмотрим. Biri olacaq arzu. Может быть. Может быть. Maybe. Давай. Sabah onu oynayanda da çəkərəm də vlog. Итальянский. İş yoldaşımın. Görün nə qəşəngdir. Fidan çikinəlləri. Bravo. Hələ bunlara baxın. Hələ siz bunlara baxın. Fidanın qırbaraları. Buna baxın. Çox qəşəngdir. İş yoldaşlarımın əşyalarını qurdalayıram. Kama sənin də stolunu çəkə bilərəm. Hələ siz Kamanın stoluna baxın. Düzdür, mən belə adlar çəkirəm, heç kəs tanımır. Çox qəşəngdir. Bura vəbşə estetik nədir, uyut nədir. Bunu da mənə Fidan vermişdi hədiyyə kapibara. Bunu da Temu'dan almışdım yadınızda. Hələ vlogda da çəkmişdim. Unpacking da var idi. Pişikim mənim. Qədər çeviririk yenə. Elədim. 7 красная. 1, 2, 3, 4, 5, 6, 7. Четверка. Да. Wow. Это что? Что загадала? Этого не скажу. Mən bu il, neyse. Все 56. Gedirik. Növbəti gündür iş vlogundan. Gedir indi yemək yeməyə. Maaşımızı almışıq. Maşallah ondan sonra biz. Allah haqqı. Sonra biz gəldik, çatdıq məkana. Giririk. Seçim eləyirik indi. Görək nələr var. İş vaxtında istirahət 1 saatlıqdır və işə yaxın belə bir məkanın olmağı çox yaxşı bir şeydir, çünki insan həqiqətən istirahət edir. Kartuşkamız da gəldi. Qəşəng. Bu arada səhifə yarananda sizə yeni bloger səhifəsini burada taq eləyəcəm mütləq. Keçid edib baxarsınız. Salatlarımız da gəldi. Qəşəng xırt salat. Məndə də Sezar salatı. Bizə nuş olsun. Deməli, rəylərimizi bildiririk fıstıqa. Öyle qəşəng mən. Bir nəfər deyəsən nə yazır, ya orada 2 nəfərlik yer var deyəsən. Orada nömrəsi. Əlaqə nömrəsi sonra yazır. Personal mehribanlığın. Mükəmməl, yaxşı, qənaət, baxış. Normaldır. Xidmət. Normaldır, hə. Qida keyfiyyəti mükəmməl. Bura biraz jırlı blüzü qoyarım. Çatılma müddəti zəif. Təmizlik də normal adam. Yeməklər gec gəlir. Şot isə ümumilikdə 28 manat 30 qəpik tutdu. Belə. Fidanla yedi, içdi. Ondan sonra ofisə qaydanda belə bir qəşəng görüntüyə rast gəldik. Düzü burada bizim işlədiyimiz yer deyil, amma çox qəşəngdir. Halloween-a uyğun çox qəşəng bəzəyiblər buraları. Deməli, video çəkirdim Instagram üçün. Təmizlik, belə qab yumaq falan. Baxıram ki, çox blogerlər Instagrama çəkirlər, paylaşırlar. Yaxşı da baxış yığır, stories falan. Və mən də YouTube'da sizlərdən sual soruşmuşdum ki, bəs mənim Instagramda 62 cəmi izləyicim var. Yenisini mi yaradım, yoxsa elə köhnə o səhifəmi qəşəng artırım mı? Çox nəfər elə köhnə səhifəni inkişaf eləni seçmişdilər. Ona görə də mən indi o səhifəmi inkişaf edirəm. Çalışıram bol-bol storieslər paylaşım. Instagramı sizə hardasa baxın buralarda indi video çəkib sizlərə paylaşacağım. İndi edirəm keçid edib mənə dəstək olarsınız. Belə indi qabları yuyuram.
YouTube üçün də düşündüm çəkim. YouTube'da da son zamanlar nəsə aktiv deyiləm. Bir ara insanda olur elə, həvəsdən düşürsən, heç bir şey çəkmək istəmirsən, depressiya olursan. Amma sonra özünü ələ alırsan və başlayırsan hobilərinə davam eləməyə. Bir də onu da qeyd edeyim ki, YouTube'dan hələ ki qazanc əldə eləmirəm, sadəcə hobi kimi çəkib paylaşıram. Çünki VN açdırmamışam, ərinirəm getməyə. Yəni belə müntəq bir şəkildə gərək VN açım. Bu arada bu da təzə qubqadır, təzəsini çıxartdım. Buraları təmizləyim qəşəng. Ondan sonra da neyək? Gedək, gəzək mənə bir yerdə. Sizləri də özümdən aparım hər zamanki kimi. Deməli, hava çox gözəl idi. Mən də düşündüm ki, evləri yığışdırım, tərtəmiz eləyim, ondan sonra çıxım, biraz gəzim. Hər zaman olduğu kimi 28 may tərəflərinə gəlirəm, çünki buranı çox sevirəm. Bura mənə çox doğma gəlir. Çünki mən burada həm magistr bitirmişəm, həm də çox gəzirəm. Hər bir yerə yaxındır da, yəni çünki mərkəzdir. 28-dən həm Targoviya, Bulvara və s. hər yerə getmək olar. Ona görə də mən elə hər zaman bura gəlirəm. Biraz da dedim ki, molu gəzim, biraz mağazalara baxım, görüm nələr var, nələr yox. Belə bir jilet gördüm. Sözün açığı, mən belə bir jiletin qiymətini görəndən sonra şoka düşdüm. 109 manat idi, səhv etmirəmsə. Mən o qədər pulu verməz idim. Bəlkə də pulum çox olsaydı alardım, amma düşünürəm ki, məncə çox bahadır. Eynisindən Temudan da sifariş eləmək olar. Videom bu qədər, hələlik.